deyiləm. Əgər narazı olsam, mən burada qalmalı deyiləm. Mən narazı deyiləm. Sadəcə qayğı görmürəm. İzzət görmürəm. Əyməyimizi yerə vurdular. Döyüş olanda qardaş dedilər, sirdaş dedilər. Döyüş qutardılar, it yerinə qoydular. Əməli başı it yerinə qoydular. Üz-üzə mən hansı yerə girmək istəyirəm, deyirəm, 480 manat çatmır. 480 manat dərman verirlər, dərmanın yarısını verirlər. Deyirlər ki, get 2 aydan sonra gətirəcənə gəlib götürərsən. Mən lazımdır 2 aydan sonra. Mənim tutmalar tutur, ağrılarım olur. Üz-üzə mən nə istəyirəm dövlət? Deyirəm ki, ya belə deyilsizsə, mənim əvvəlki sağlamlığımı qaytarın. Mən əvvəl danışa bilirdim, sərbəst danışa bilirdim. İndi niyə pətələyirəm? Sözümü cəmləşib deyə bilmirəm. Allahın düz peşmanam mən. Döyüşməmə görə yox ha, belə vəziyyətim olmama. Əlimdə çəli gəzdim, əlbi qoşsalan çıxmışdım. Üzülsüm, qıraqdan baxan mənə gülürdü. Qıraqdan baxan mənə gülürdü, dedim. Qardaşım, Allah kömək olsun, sən vətən uğrunda vuruşmuşsan. İstəyirəm, mən bugünkü gün... Yəni, biz heç bir şey deyil. Mən bugünkü zaman, qazi özü yandırırsa, mən 60-cı olacam. Yəni, inşallah səbir etmək lazımda. İndi dövlət başçımız müəyyən tədbirləri görəcək. İndi inşallah yaxşı olacaq. Yəni ki, belə şeylər indi burada çıxıb... Aşağı, əgər inanmırsanız qazi olmam, gir profilimə, gir bax. Əgər inanmayanlar girsin profilimə baxsın, qaziyəm ya yox. Gəlsin üzbəyiz görüşək, sənədlərim təqdimini baxsın da. Səndən, qazi, səndən çox üzr istəyirəm. Ay Azəri Talış, yəni nə sualın var verməyə? Yəni məqsədin nədir? Yaxşı olacaq İlnur. Yox, gözəl insan, ay insan baxmır da, fakt reallığı deyir də, valla baxmır. Yox, bax, sən mavcə tanıdın, bu profillə gəl, yaxşı olacaq. Mənə bilirsən nə qədər adamlar şikayət edir ki, Yaşad fondu, qazi gedir Yaşad fonduna, deyir Yaşad fondu deyir, mənə deyir ki, büdcədə pul yoxdur. Bəs büdcədə pul yoxsa, bu qoyduğun şəkil qoymuşsan ora, bu İlham Əliyev Yaşad fondunda olan büdcəni hara dağıdır? Bax, bunu araşdırmaq lazımdır da. Baxdır axı, yoxdur, Yaşad fondunda, ay gözəl insan, yoxdur, valla yoxdur. Elnur, sən mənə eşitirsən? Elnur, eşitirsən mənə? Yaxşı olacaq. Bəli. Yaxşı olacaq. İndi ola bilər ki... Ay gözəl insan, qazi deyə ayağı yox deyə, anası xərçək xəstəsidir. İmkanı yox, nə yaxşı olacaq? Arvad ölüb gedəndən sonra ana tapa verə biləcəksən sən buna? Ada, indi sən bilirsən bundan sonrası sən... Sən ana tapa verə biləcəksən buna? Yox, sən bilirsən sən nə olacaqsa bundan sonra? Yəni sənin vəziyyətin nətər olacaq? Sən özünü su ortalamısan? Anası öləndən sonra buna ana tapı verə biləcəyik biz. Kim baxacaq buna? Bunun ayağı bu vəziyyətdə olmasaydı, bu gedərdi hardasa işləyərdi də cəhənnəmə ki. Bu insan yoxdur, ayağı yoxdur bunun. Başa düşün. O da gedib şikayət eləsin. Şikəsdir. İran. Ömrü şikayətlə baxmırlar da, ay gözəl insan. Şikayət eləm sən qazi. Valla o qədər şikayət eləmişəm ki, məktublarım geri qaytarıblar. Deyirlər ki, nə bilim yerində yoxdur, oradadır, buradadır. Dəfələn getmişim, əmək sosiallar geri qaytarıblar, başıma əlindən bayana uydururlar, geri qaytarırlar. Bir dənə sizə söz deyəcəm, Azət alır. Bir dənə sənə söz deyim. Mən 7 yaşımdan işləyirdim də. Ta 18 yaşıma qədər. Belə simişkada satmışam. Qazi, bir dəqiqə çox üzr istəyirəm səndən. Azəri Talış. Bir yaxdan vətənpərvərlikdən danışsan, bir qazinin bir kartını 20 manat atda, deyirsən ki, Azərbaycan iş belədir, iş belə. Qazinin kartını sənə paylaşıram, bir 20 manat atda ona da, yaxşı? Ata bilərsən 20 manat. Elnur, sən bu qədər like yığırsan da, bu qədər like olunur sana, sən atmısan? Ay, mən like eləmirəm, sən nə bilirsən ki, mən ona neyiniyəcəm? O qazi ilə mənim öz aramda olan işdir. Sən də bir 20 manatın ağzısını at. Ay, sağ ol, mən də inşallah ataram da, rahat olma. Atsan atasın. Atacağım, sənə neymə lazımdır? Yox, mənə neymə lazımdır nə deyə? Sən deyək atatsan buna bu günləri 20 manat. Ada ataram da şimdi qaziyə də şəhiddə canı vurma, onu da demək deyil. Allah canı sağ eləsin. Ona məsələn, çox sağlı getdi. Var olasın, valla. Sağ ol. Atırsansa əla. Mən səni necə atım? Bax, burada atıram. Mən səni necə atım? At direktimi də aç, atma, problem yoxdur. Yox, mənə burada paylaşıram da, mən direktə heç kimə yazmıram. Bax, burada paylaşıram, skrin elə çox xahiş edirəm səndən. Bax, attım. Siyasi media. 41-69. Skrin elə bunu götür, qazinin kartına bir 20 manat atda. Nə olar ki, köməkli eləyək də. Nə var ki burada? Qazi, kartına nə qədər pul gəldi?
Ay Elnur. Yaxşı sabah atayım. Yaxşı problem Ha, yox. Sabah ataram. axırca ataqda. Ha, ataram. Bu ada qaziyə mənim canım qurbandır, valla. Mən Allah şəhid canını sağ anam. eləsin, çox sağ ol. Şəhidə qaziyə canım qurbandır. Sən mən pis insan Allah kimi canını- tanımayın. Məsələn, Ataram, pis insan problem kimi yox. tanımıram. Mən Yox. burada, mən bilirsən neçə ildir bu mübarizədəyəm. Ada bilirim, sən indi mənim neçə gündür məni sögürsən, amma düzgün hərəkət Mən sənə edirsən. söyləmirəm, sən girib burada İlham Əliyev tərifləyirsən. O uğraşıb Ada o- neyini tərifləyirsən sən? O insanlarımıza Demək, yaxşı bax, o- ne bizim? Elnur, o ölkənin prezidenti, elə bir ölkənin Ay, prezidenti sən- söhbət, ay, gözəl ölkənin insan. nüfuzuna salırsan. Olmaz Elnur. Ay gözəl insan. Ay o nüfusuna vurasan, tüpürəsən o nüfusuna. Millətimizi verəsəm ki, pis Tamam, günə qoyub olmaz. o. Allaha and olsun pis günə qoyub. Ay Azəri Talış. İkimizin canı. Bax Elnur özü pis günə qoyub. Qazilərimizə baxmır. Allah haqqı baxmır. Vallahi Yaxşı, baxmır. sən kartı at ki, nə? Kartı çəklə mən sabah inşallah ataram. Narahat olma. Qazilərə canım. Attım da kartı attım. Skrin elə də bir də atıram. Bax bura bir də atıram. Skrin elə götür. Bax. Bir də attım. Ekrana attım. Bax ekranda yazıldı. Gördün? Görünmür, ekranda heç nə görünmür. Siz görürsünüz. Elnur yoxdur. Əzbərdən deyirəm yaz. Olar elə. Ha, Yaz deyir. bir vərəqə. Yaz. 41 Yaz. 41 yazırsan. Kırk bir Çıxdı o qədər. yazırsan. Canlı dayanırdı. Nizat. Nizat. Hara getdiniz? Elnur, Aha, buyur. Yazırsan diyeyim. 41-69 deyil. Kapital. Hə, 41 69 73. Ağaç 73. Mən kontakta yazırım onun telefon. Hər eləsən yaz. 41 69 73 88 72 74 76 25. Hadi har istəyirəm, Mən- da deyirəm, değil mi? Bəli. Sənə tanımazdı qardaşım. Qazi, bax gör kartıma nə qədər pul gəlib, gözəl insan. O qardaş var idi, o 35 manat göndərdi mənə. 35 manat, hansı qardaş? 35 manat, vəbşi kartı nə qədər pul oldu? 72 manat. Hə, min bəlkə. 35 manatı kim göndərdi? Deyim bir də. Bax burada Ali Mustafadan atma spama gedir. Bax 41 69 73 88 72 74 76 25. 76 25. Elnur götürdüm mən. Kartı götürdüm. Bax bir də deyim ki, səhv adam atarsan ne birdən. 41 69 73 88 Ha, 72. 72 74 76 25. Əla, şey. Heç bir şey. Oldu. Mən çıxar ginə. Çok çok. Ekranı herkes beğensin. Çok hoş ha. Herkes ekranı beğensin. Çok xahiş ederim. Çok xahiş. Ha yok o məndə yox. Alimus. Dalbadal atanda spama gedir. Qardaşım 1 manat attı sağ qardaş. Sağ ol, çok sağ ol kardeşim. Var olasın. Allah sizə bərəkət. Salam. Yaxşıyam siz necəsiniz Ali bəy?
Əhmədova, buyur, xoş gəldin. Qazi qardaşımıza yardım edirik, gözəl insan. İnternetiniz zəif deyilsin. Qazi qardaşımıza yardım edirik. Anası xəstədir, xəstə xəstəsidir anası. Özdəki pis də olsa deyəcəm. Özdəki şikəstdir. Deyirlər. Dövlət yardım eləmir. Qardaş nə bilim, daha girmədiyi, girmədiyi yer qalmır. Hər yer bədən qəlbədir. İşləyə bilmir. İş yox, güc yox. Bizdə Allah rızası üçün, Allah nə bilim, qurban olum Allaha da, pul yığırıq da, neyək? Yardım məqsəd. Bizim dövlət nəyə baxır, ona da baxsın. Valla açın deyim. Gözəl insan, baxmır. Qazi qardaş deyir ki, baxmır. Açın deyim, mən şey gitmək istədim. Canımızı qırırlar. İşə girmək istədim. Nə qayıdıb dedilər ki, 500 İnternet çox ayır. İnterneti yandırıb təzən. Dedilər ki, 500 manat ver. Dedilər ki, 500 manat ver, sənin işini aşırdaq. Burada hamı da işsin. Məndən pul istədi, dedilər 500 manat ver, işini aşırdaq. Allah and olsun deyirəm, Quran olsun. Mənə dedim ki, mənim 500 manatım olsa gəlib sizdən iş istəyərəmmi? Dedi, qardaş, qazisən, yəni bədəndə qəlpələr var, sağlamlığın biraz aşağıda, yəni sağlamlığın yoxdur. Sən nəsə olsa, yəni biz cavab dedik ki, ona gödürük ki, dedim, yaxşı 500 manat versəm, mənim sağlamlığım yəni, nəsə olsa, cavab daşımayəsən, onda cavab deyilsən, dedi, o ayrı məsələ, bu ayrı məsələ, pul ver, həll eləyək. Yəni, ona gödürəm ki, açsan deyim, o bəzilər deyər ki, qazilər belə baxılır, belə baxılır. Əgər baxılsa, olsaydı, qardaşım özü bilir. Neçə nəfər qazilərimiz özünü yandırdı, özünü Allah'a and olsun, Qur'an and olsun. Əgər inanmayanlar olarında, yəni içində var da inanmazlar. Mən özüm maddələrimlə deyirəm, yəqin həkim olan var aranızda, qardaşlar yəqin bilər. F62.0, F7.5, F6.5, F44.3, 1 və kələbəyin travması, balor travma, qapalı travma, üstəlik 44 dənə qəlpə əlimdə üzərimdədir, bədənimdədir. Mənim başımda da çox sayılı qəlpələr, xırda qəlpələr, kəllə sümüyün üzərindədir. Valla, ağır olsa da sağlam gedib qardaş, belə loru dildə deyirəm ha. Allah deyirəm səni öpürəm bütün yaralarından, pis isə çıxsa qardaş, sağlam gedib şikəst qayıtmısan da heç bir şey. Buna bizdə belə deyirlər də. Aslında işte qardaşım, bu vaxtı yatır, düz. Gözə mən yatmıram, qorxuram yatmağa. Çünki yatanda burumdan qan axım axır. Qan açılır, burumdan qan gəlir, ağzımdan qan gəlir. Ona görə yata bilmirəm. Qalmışam belə vəzən. Siz müalicə almamısınız? Yəni, xeyr, kim deyir müalicə alıram? Üzrsən, mən necə müalicə alıram ki? Məni xəstəxanaya gedirəm, xəstəxanaya qayıdım, mənə nə deyirsə yaxşıdır, yəni hamı da işsin. Xəstəxanaya gedirəm, xəstəxana mənə deyir ki, siz qazisiz yatmaya icazə yoxdur. Deyirəm, niyə ki? Siz vəziyyətiniz belədir, psixoloji cəhətdən biraz zəifdir. Qayıdım deyim, neyim indi mənə? Üzr istəyirəm, dərman verir, dərmanın da içindən 4 listini götürür, 3 dənə listi verir mənə. Hamıdan soruşur, 3 dənə listdən kim müalicə alınır? 3 dənə listdən dərmanla müalicə olunur insan. Hamısına sual verirəm. Olunurmu? Qardaş, özün yaxşı bilirsən, olunurmu elə dərmanla? 3 dənə list dərmanla adam müalicə olunurmu? Və bir söz deyim, mənim məsələn ətrafımda qazi də var da, onlara ev də verilib, pul da verilib. Bəs necə olunur ki, onlara verilir, sizə verilmir, yəni? Evlə təmin olan da var. Bəlkə də səbəbəli olar, bəziləri zabit ola bilər. Mən əskər olmuşam, mən gənə deyirəm. Mən hər bir Yox, könüllü. Əskər kimə veriblər ki, ev? Könüllü gediblər, könüllü. Yox, kimə veriblər ki? əskər. Bəli? Mən daimiyyət olmuşam və plus mən belə qanun mərkəzi Əskərin adını deyən görüb,
Mən araşdırım görüm həqiqətən o əsgərə İlham Əliyev ev verib 44 günlük müharibədə. Verilib. Bəli, familiyası yadımda deyil, amma adı Talihdir. Familiyası yadımda deyil. Harda verib? Familiyası Qobustanda. Sadiqov deyəsən Talih. Sumqayıtda Bağça şəhərcikdən. Bəli, ev verilib. Hal-hazırda yaşayırlar. Qardaşım icazə versə, canlı sahib, əziz qardaşım icazə versə, olar sizə sual. Yəni, soruşa bilət, əgər ünsiyyətiniz var, əlqəniz varsa, ona mənə sual verin ki, xəstəxanada tam yatıb, yoxsa yarımsı çıxıb mənim kimi. Mən qalmadım xəstəxanada, mənə dedə... Yəni, o dərəcədə də şeydir, bilmirəm də, o dərəcədə deyil də, xəstəxanada yatmayıb, amma ki, ev də verilib, pul da verilib, yəni təmin olunub. Bu həyatda yaxşı bilərsiniz ki, puldur. Bir dənə ölümdən, çarədən başqa hər şey pulla qutarır, yəni pulla həll olunur. Mən xəstəxanada yatmadım, ən ağır xəstə mən idim. Yəni, düzdür, ayağımı kəsməyim kökdən, amma yəni, toplum yoxdur. O rağmen getdim təzədən döyüşə, qarşım getdim xəstəxana, Bələqara Mərkəzi Xəstəxanası gedib araşdıra da bilərsiniz. Və yaralı ola da xidmətdə oldum. Ta təxris olana kimi 2 il əlavə xidmət elədim, 6 ay əlavə xidmət elədim. Elə vəziyyətdə də qayıtdım, təxris oldum. Bax, Qurana and olsun deyirəm, gənə deyirəm, xanım. Mən, yalan borcum yoxdur. Biraz sonra yalancının evi yanında heç kimi inanmadım. Mən özüm niyə yalan danışım ki? Həm yalan danışan insanın nüfusu aşağı salınır. Mən yalan danışman aram yoxdur. Siz inanmırsınızsa, yəni Bakıda olursunuzsa, gəlin, mən özüm Varus Kurukunda qalıram. 9 mikrorayon Sedmo tərəfdə. Sedmo demək, Varus Kurukundan Azadlığın yanan bina 16 mərtəbə. Bu səfər qoşarım, səbit ol. Mənim yanımda qalıram. Yəni, gəlin, sübut eləyərəm ki, gedərik baxa görə mənə ev verilib, ya yox. Dəfənə getmişəm, qayıt bir ev yoxdur. Bildim, Yaşad fonduna yaxınlaşmışam ki, üzülsəm. Demişəm ki, bəs anam xərçəng xəstəsidir, onkoloji xəstələrin hamısını kəsiblər. Və üstəlik də, mən dedim, bəs 480 manatdan pensiya alıram. 480 manatdan mən bilmirəm, kommunalı var, yığı var, yeməyi var, qazı var, suyu var, dərman var. Dərmanın biri 70 manatdır. Kimdən soruşsa sorun, deyək ki, 30 manat, anamla dərmanlarım yerdə, obşu bir yerdə 500 manata yaxın çatır, 600 manata çatır. Mən yaşamada yaxınlaşım, dedim, mən kömək eləyin. Qayıdıb dedi ki, büdcədə pul yoxdur. Büdcədən bizə pul ayrılmayıb deyə sizə kömək eləyə bilmirik. Amma qənimətdə var ki, o tankı, o zirehli maşınları biz daşıdıq, biz kömək elədik, bizim əlimizdən gətirdilər bura. İndiki bugünkü gündə onları girişinə baxmaq üçün 5 manat eləyirlər. Yüzüm o 5 manatı varıları elə bilər, amma kasıblardan da alırlar 5 manat. Əvvəl 2 manat edin, 5 manat eləyiblər. Səhv deyirəmsə, deyin, səhv deyilsiz. İndiki bugünkü gündə körpə yollar belə şeylər görəndə, böyüyəndə nifrət oynayacaq. Deyəcək ki, qazi qardaşları özünü belə qəsd edib öldürürlər özlərini. Nəyə görə? Baxılmağına görə. Bax, qazi yoldaşımın 2 övladı atasız qaldı. O böyüyəndə əsgərliyə gedəcəkmi? Getməyəcək. Üzrə biz oradan şəhət gətirəndə artıq fişənglik elədi. Xristiyanlar bayramını keçirdilər. Kim keçirdi? Ermənilər yox ki. Biz keçirdik. Bizim millətimiz keçirdi. Mən orada dizimi yerə çöküb ağlayırdım. Bu ayağım ola. Dizimi yerə çöküb ağlayırdım. Bugünkü gündə mən biraz ola gəlmişəm. Saat 12 idi mən evə gəldim. Fəxri Xeyban uzaq yatırdım, qoymadılar. Axırı mənim axşam indi də göndərdə gətirdilər bura ki, abala sən böyrəklərin atqaz gedəcək. Gördək ki, burumdan qan axıma verir, mən göndərdə taksi ilə. Mən təsəvvür edin, mən səhərə kimi qalıram orada. Səhərə kimi qalıram, bugün qoymadılar. Buyur, danış. Və plus da. Zəng gəlir sənə? Zəng gəldi. Kimdir bu vaxt? Bilmirəm. Və plus da. Məni belə vəziyyətdə, mən sağlam getdim, yarım can gəldim. Amma mənim
O xəstə anamı mən vurdum, çalışdım. Onda mən uşaq idim onda. Vurdum, baykamat tuttum, töktüm ki, mən əsgərə gedəcəm. Kimlərsə nə artığım, nə əksik. Mən getməliyəm. Allah'ımız mən elədir. Axırı getdilər. Axırı göndərdilər məni. Xəstəmı evdə qoyaraq. Kayaskada gəzirdi. Əli arabasında gəzirdi. Mən ama getdim. Gözüm heç sənə görmədi xanım. Budan mı da içsin? Bilmirəm, mən sizə demirəm, siz yalan danışırsınız da, bəs aldadırsınız. İndi ola bilər də, burada da yazırlar ki, ola bilər bəzilərinə veriblər gözdən pərdə asmağa, bəzilərinə verməyiblər. Yəni, mən bunu da deyirəm ki, yəni verdikləri, yəni sizin dərəcənizdə qazi deyil də, yəni sizin vəziyyətinizdə deyil. Yəni, normal insan da bizi kimi gəzir, danışır, hər bir şey normal işləyir, zat belə. Amma yəni veriblər. Bu dəqiqə sən profilə baxın da, yəni... Ay xanım, nə qədər insana, mən sizə bir dənə söz deyim. Əhmədova. Bəli, eşidirsiniz məni? Hı. Nə qədər qazımız var? Neçə sənə qazımız var? Nə qədər? Yəni, nə qədər olduğunu yalan deyərəm, tam bilmirəm, amma çox. Mən sizə bir dənə söz deyim də, bəs bu mövzuya gəlib girmisənsə, sən qazilərimizdən sayın bilməlisən. Nə qədər şəhidimiz var? 3000, 4000-ə yaxın. Ayso, nə qədər qazımız var? Bilmirsən. 12.700-dən çox qazımız var. Cəmi onlardan, bilirsən neçə nəfərə ev veriblər? Neçə nəfərə? Deyim, 35-40 nəfərə ev veriblər, gözdən asmaqdan ötəri. Qalan qazilərin heç birinə ev verməyiblər, nə də günü bu günə yardım olunmur. Niyə? Bilirsən niyə? Çünki bax, Əhmədova, sənin kimi bir xanım çıxır bura deyir, qazilərə ev verdi də. Hansı qazi ev verdi? Çünki bilirsiniz niyə? Biz gördüyümüzü deyirik də, görmədiyimizi deyirik. Hansı gördüyü deyirsən, sən? Hansı gördü? Görmüsən o qazinin evini? Bəli, görmüşəm, qohumdur. Sən o qazinin evini harada gördün? Baxça şəhərciydi. Yox, sən o qazinin evində necə gördün o qazinin evini? Necə görmüşəm ki, qohumdur da, necə? Qohumdur da, bəli, qohumdur. Mənə bax, bir dənə ona verdi. Harasından qazidir o? Travmalıdır da, qazidir. Adı üstündə bir qazidir. Ya, Travmalı. mən dedim axı, dedim ki, yəni normal bizi kimi insandır da, yəni bu qardaş kimi deyil. Sən ona dinə bir ən 15 min pul verib girib o evə. Yaxşı? Onu yalan deyirəm, ya onu bilmirəm. Fakt onu deyirəm, onu deyirəm. Mən sənə söz deyirəm. Bilirsən kimlərə verilib ev? Bilirsən kimlərə verilir ev? Üzdə olanlar var, 15 nəfər Kamil Zeynalızad reklam edir, və onlara ev verilir. Çünki onlar üzdədirlər. Üzdə olmayan o qədər qazilərimiz var ki, gözəl xanım, gözəl insan. O qədər xanımlar, o qədər xanım nədir? O qədər qazilərimiz var ki, qazilərimizə bu dəqiqəsi, bu qaziyə niyə vermirlər ki evi? Bəs mənə də o maraqlı gəldi də. Yəni, mən sözümdə də vurğuladım ki, bəyək qardaşa, yəni o sizin kimi deyil də, normal bir insandır bizim kimi. Ona verilir. Məndə qalacaq, yüzündə qalacaq. Buyur. Ama sahibi yazabilirsin. Mən ürəyim partladı siz o deyəndən sonra. Bir dənə sizə sözüm ki, xanım, üzr istəyirəm, səbəbəli gördüm ki, bizim var ha, açın deyim, İraq yaxşılardan, İraq yaxşı səbəbəli qardaşlardan. Üzr istəyirəm, gözümün içinə baxa-baxa 8500 pul saydı verdi. İndi bu da evində oturur. 50'liği yok idi ha. 50'li bilən konduz almışdı. O da elə belə. Vannaya düşmüşdü. 8500 manat 50'liğini aldı. Plus da bankdan kredi götürdü. Kredi üzülsəm o skorta verdi, kampulu sat. Onu da plus da verdi. Evində indi bu dəqiqəsində yaşayır. Amma mən elə bilmədim. Mən bu dəqiqəsində mən verdim. Bəlkə bu da eləncinə formada alıb. Yəni mən onu bilmirəm. Biz sadəcə qohumuq sadəcə deyir ki, qazi olduğuna görə verilib. Durub deməyəcək ki, mən 15 minə vermişəm, 15 min belə keçiblər mənə. Onu deməyəcək ki, o deyir ki, mən qaziyəm sadəcə verilib. Gözəl insan, bax mən sən bir dənə söz deyim. Ay Əhmədova. Onlar pulla alırlar qadası. Başa düşdün? Hə, düzdür, 35 nəfərə ev verilib. Ortalıqda olanlara. Qalan 12.700-dən çox qazimiz var.
59-60-a yaxın qazimiz özünü qəsd edib yandırıb. Bax bu da ən sonuncu qazimizdir. Bax buna da video çəkdim bax mən. Ən sonuncu görmüsəniz qazilərimizin özlərini yandırmaqlarını. Bax, Əhmədov. Bax. Ən son qazimiz 2 bundan qabaq özünü yandırıb baba. Ən ağır dərəcəli yanıqdır bax. Öləcək, bu qalmayacaq. Vallahi bu mən inanmıram bu insan qalsın. Bu başdan ayağa təmiz yanıb. Külün içindədir. Bilmirlər ki, həkimlər arasını sarısınlar bir yetimin balasını. Görsən, gicdir bəyəm, bu uşağın başı çatmır, özünü gedib yandırır. Demək ki, baxılmır ki, o insan özünü gedib yandırır da. Səhv deyirəm Əhmədova. Yox. Sənə baxılsa, sən qazisənsə, sənə baxılsa, gedib özünü yandırarsan sən? Yox. Bu qaziyə baxılsa, bu dəlidir bəyəm, o başı çatmır, bu gəlib burada nə danışır? Demək ki, baxılmır ki, insan dərdinə baxan yoxdur ki, gəlib burada danışır da. Səhv deyirəm? Yox, səhv demirsiniz, düz deyirsiniz. Ölənləri var Əhmədə, baxılmır da, kişiyə baxılmır. Niyə? Kimə gedək deyək dərdimizi? Dərdimizi deyiləsi insan yoxdur. Gedirsən dövlət başçısına deyirsən, dövlət başçısı adama qoz qoymur. Gedir kimə dərdimizi deyək? Onun əhatəsi beləsinə hamısı gicdir, gicib narkomanları yığıb ora. Hamısı biri göyə baxır, biri aşağı baxır. Girirsən adamı deyəm, it kimi rəftar edirlər. Niyə? Niyə də səbəb nədir? Bu Azərbaycan övladlar deyilik biz. Sən bizə niyə baxmırsan? Sənin borcun da İlham Əliyev və yaxud sənin ətrafın. Səni prezident olaraq niyə seçilib? Səni prezident olaraq sən bizim qulluqçumuzsan da, sən bizə qulluq eləməlisən. Da sən bizdən oğurlayıb öz övladların üçün mülklər almalı deyilsən ki. 2020-ci ildə 44 günlük müharibədə təlim adına cəmaatı balalarını apardın ön cəbhəyə. Mən Azərbaycandaydım. Ön cəbhəyə apardın hamısını. Arxadan da polisləri qoydun, postu bağladın, arxaya qaydanı hamısını vuraram. Və belə oldu söhbət. Əhmədov xanım,